istəyirəm. Əsər deməli qəhrəman olan Fərman Gəraybəylinin, hansı ki bu iş adamıdır, çox zəngin biridir. Bunun oğlu Ağamirzənin qaçırılmasından bəhs eləyir və kitabda da yazıcı olan Fəxrəddin Qasımoğlunun yaratdığı bir personajdır, hansı ki bu da detektiv personajdır. O tapmağa kömək eləyəcək həmin Ağamirzə. Bu əsərdəki bizim detektivimizin adı da Bəxtiyar Nəzərlidir, hansı ki o da polis mayoru olub, hal-hazırda işləmir və bu kimi detektiv işlərlə məşğul olur. O da Azərbaycanlı Sherlock Holmes'dur deyə bilərik. Lakin burada ön sözdə əsərdə yazıcımız qeyd edir ki, mən bu əsəri yazanda ona diqqət elədim ki, həmin bu Bəxtiyar Nəzərli personajı çox ağılalmaz dərəcədə hər şeyə məsələn diqqət eləyib, çox mükəmməl bir obraz yaratmayıb, yəni reallığa sığan bir obraz yaradıb. Ona görə də daha maraqlı olduğunu, daha